Sənlə Çorlu metro stansiyasının yaxınındayıq. İndi buradan üzü gedək sənlə dediyin kimi üzü aeroport yolu istiqamətinə. Öz yolumuzu izləyək hələ ki. Bax, sağdan gələnlər görürsən dostum. Yəni maksimum diqqətli olmasan. Hə, sən öz yolundan gedirsən, sən üstünsən, o başqa məsələ. Amma bəzən gözləmir sürücülər. Sən diqqətli olmağı bacarmasın. Bırax, tormuzu bırax, qardaş. Sür. Biraz artır hətta ki, ləngiyməsən kəsim öhdəsində. Hava limanı, aeroport, Mərdəkan. Yuxarıdakı nişanı gördün. Məlumat verici nişandır və bizə məlumat verdi ki, istiqamət haradır. Ehtiyatlı ol. Bax, nə qarı, bax, görürsən, belə bir sürücü. Solda yandırmadan. Gəldi, keçdi, dönmüşlə yandırmadan. Biz sürətin torumuzu sıxmasaq vura bilərdik onu. Halbuki biz öz yolumuzdan gedirik. Bax, bu kimi sürücülər var. Ümid edirəm ki, bu paylaşımı eləyəcəm. Biraz artır sürətini. Artır sürətini qoy, nömrəsi də yaxşı düşsün onun. Özü-özünü görürsün. Aha, şükür bir pavorotunu yandıra bildi. Yaxşıdır, çıxma, qoy geçsin. Özü görər, özünün öz sürüşündən utanar ki, belə sürmək olmaz. Çünki adi bir ehtiyatsızlıq, adi bir diqqətsizlik böyük faciələrə səbəb ola bilər. Yollarda diqqətli olmaq lazım, yoldaş sürücülər. Yəni, sən o təhlükəni manevr edirsənsə, bizi sıxıb keçirsənsə və gözləmirsənsə, düşün ki, o birisi maşının sürücüsü təcrübəsiz sürücü ola bilər, uşaqlı ola bilər, Allah eləməsin, qəza baş verə bilər. Ona görə maksimum diqqətli olmaq lazımdır. Bu yolda maksimum 90 km/saat təyin olunub, amma kənar iki zolaqda, sağ zolaqlarda 70 km/saatdır. Bir balaca artır sürətini. Bax, hələ bu prospektdə, bu küçədə görürsən, bu yolda iki ciddi bir təhlükə ilə rastlaşdım. Yollarda həmişə diqqətli ol, qardaşım. Oldu? Uğurlar.